Salam müəllimlər, mən indi sizlə tavanlı təmir texnologiyası haqqında danışacağam. Bilirik ki, istənilən bir binanı təmir edən zaman həmin təmir mütləq şəkildə tavandan başlayır. Və belə ki, tavanı təmirə necə hazırlamaq olar? Bunun üçün əvvəlcə onu köhnə dekorativ materialların qalıqlarından təmizləmək lazımdır. Və həmin deməli sərt dəmir rəngsəz malası ilə qaşınmalı, suvanır və son malalama aparılır. Sonra da isə təmir növündən asılı olaraq dəyişə bilir. Belə ki, deməli ardıcıllıq bundan ibarətdir ki, tavanın malalaması və rənglənməsi olur ilk öncə. Daha sonra tavana divar kağızı yapışdırılır. Tavana penopolistirol konstruksiyaların və pirdələrin yapışdırılmasıdır. Asma tavanların quraşdırılmasıdır. Məsələn, bu alçıpan ola bilər. Tavanın malalama və rənglənmə texnologiyası nədən ibarətdir? Biz ideal düzsət əldə etmək istəyiriksə, yapışdırılmış pirdələrin birləşmə xətlərini hamarlamalıyıq. Bunun üçün başlanğıc və son malalamanı icra edirik. Əvvəlcə boya və astar çəkirik. Boya süngərli mütəkkə və yaxud enli fırça ilə çəkilir. İlkin mala materialı otaq hərarətində olan su ilə qatılır və qatı kütlə alınana dək qarışdırılır. Qarışdırma elektrik direlinin patronunun geyindirilmiş mikser ağızlığın köməyinə aparılırsa, bu iş daha keyfiyyətli ola bilir. Qarışıq 1 cm-dən artıq pirdələr arası boşluqlara xırda gözlü rəngsəz toru vasitəsindən çəkilir. Tor boşluq xəttinin tam ortasına yerləşdirilir. Hazırlanmış qatı malalama kütləsi ilə möhkəmləndirilir. Pirdələr arası boşluqlar hamarlanandan sonra tavan malalanır və eyni zamanda daha sonra astarlanır və nazik qatla son malalama aparılır. Quruyandan sonra isə sumbata kağızı ilə hamarlanıb astar çəkilir və boyanır. Bəs tavana kağız çəkilməsi necədir? Belə ki, mütləq şəkildə yenidən tavan əvvəlki kimi təmirə hazırlanmalıdır. İlkin malalama aparılmalıdır. Bunu sumbata kağızı ilə icra etməli, onu hamarlamalı, astar çəkməliyik və kağızların yapışdırılma istiqamətini özümüz seçməliyik. Bunu istəsək tavanın eninə edə bilərik, istəsək uzundan. Və bu zaman süngərli mütəkkə və yaxud enli fırça ilə tavana kağız zolağının eni üstə gəl 10 cm artıq yapışqan çəkirik. Divar kağızı divardan başlayaraq çəkilməli, təmiz süngərli mütəkkə ilə bütün uzunu boyu hamarlanmalıdır. Kağızın kənarlarından çıxan yapışqanı quru əski ilə silməli. Digər kağız əvvəlkinə elə birləşdirilməlidir ki, xətt, qat xətti bilinməsin, yapışdırılma xətti bilinməsin. Və deməli, tavan üçün hansı divar kağızı seçmək lazımdır? Əlbəttə ki, yüngül, rahat yapışan, açıq rəng çalarlarında olmalıdır. Kağız əsaslı materiallara üstünlük verilməlidir. Və adətən tavanın təmirində ən əlverişli vasitə penopolistirol pirdələrdir. Belə ki, hamarlanmış səthə malik tavan belə pirdələri yapışdırmaq üçün münbit sahədir. Bəs bu pirdələrin yapışdırılma qaydası necədir? Belə ki, pirdələr tavanın mərkəzindən kənarlara doğru yapışdırılır. Yaxşı yapışma əldə etməkdən ötürü pirdələrin arxa tərəfi direllə bərkidilmiş metal ağızlı fırça ilə işlənməlidir. Yapışqan pirdənin 5 nöqtəsinə qoyulur kənardan mərkəzə doğru. Pirdə tavanın nişanlanmış nöqtəsinə qoyulur, bir neçə dəqiqə sonra götürülür. Sonra bir dəfəlik yapışdırılır. Yapışqan tutmamış pirdə düzəldilərək yenidən yaxşıca yerinə oturdulur. Və divara çəkilmiş kağızlarla tavanın lövhələri arasında qalmış ara məsafələr penopolistiroldan hazırlanmış karnizlərlə tutulmalıdır. Divarlar və tavan işlənib qurtardıqdan sonra karnizlər qoyulmalıdır. Gipskardon lövhələrdən yığılan və işıqlandırılması olan asma tavan etibarlı və möhkəm quruluşa malikdir. Onun üstünlükləri müxtəlifdir. Belə ki, o qüsursuz düz səthə malikdir. Deməli, kommunikasiya xəttləri və tavan arası sahəni gizlətmə imkanı yaradır. Müxtəlif həndəs formalarla bir neçə səviyyənin qurulmasına xidmət edir. İstənilən işləmə materialından istifadə etmə imkanı yaradır və tavanın öncə hamarlanmasına tələb olunmamasıdır. Gipskardon lövhənin tavanın quraşdırılması texnologiyası necədir? Bunun üçün deməli, gipskardon öncədən tavana vurulmuş quraşdırma profillərinə bərkidilir. Onlar 3 yerə ayrılır. Aparıcı profil, uzunluq profil, istiqamətləndirici profil, hansı ki bu şəkil 7-də göstərilmişdir. Tavanın düz və hündür olması aparıcı və uzunluq profillərin bərkidilməsindən asılıdır. Bu zaman uzunluğundan asılıdır. Onların kəsişmə nöqtəsi krab adlının elementlə bərkidilir. Yenə bu şəkil 7 krab göstərilmişdir.
Gips kardon lövhələr bilavasitə bu profillərə bərkidilir. Sonra ara məsafələrdə sommalalama aparılır, astar çəkilir və rənglənir. Eyni zamanda şəkil 8-də gips kardon lövhələr, baxın, profillər verilib, öncə profillər quraşdırılıb, daha sonra gips kardon lövhələr onların üzərinə bağlanılmışdır. Burada da təhlükəsiz qaydalarımız var, mütləq şəkildə nəzər salın. Diqqətlə qulaq asın, uğurlar hər kəsə.